Bismillahirrahmanirrahim. Əziz həmvətənlər, dəyərli izləyicilər, Uca Allahın yeryüzündə bizim bildiyimiz və bilmədiyimiz bir çox möcüzələri olub. Bildiyimiz kimi möcüzələr çoxdur və bu gün mən sizə əvvəlki ümmətlərdə baş vermiş və Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin vasitəsilə bizə məlumat verilmiş beşikdə danışan üç uşaqdan bəhs edəcəyəm. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. İmam Müslimin Əs-Səhih əsərində Əbu Hüreyrə, Allah ondan razı olsun, buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə demişdir. Beşikdə yalnız üç uşaq danışmışdır. Məryəm oğlu İsa, Cüreycin hadisəsindəki uşaq və anasından süd əmən uşaq. Bu hədis uzundur və mən sizə hədisdə deyilən şəxslər haqqında ayrı-ayrılıqda məlumat verəcəyəm. Hər birimiz bilirik ki, beşikdə olan körpə uşaq danışmaz və bu baş verərsə bir möcüzə olar. Ona görə ki, danışmaq üçün insan ətrafını öyrənməli, kəşf etməli, düşünməli, sonra düşüncəsini necəsə ifadə etməlidir. Lakin Uca Allah bəzən bəndələrini agah etmək, onlara daha çox qüdrət nişanəsini göstərmək üçün möcüzələr yaradır. Belə möcüzələrdən biri də beşikdə olan körpə uşağın danışmasıdır. Uca Allah İsa Peyğəmbər haqqında belə buyurur. Məryəm ona işarə etdi. Onlar dedilər, beşikdə olan körpə ilə necə danışaq? Körpə dil açıb dedi, həqiqətən də mən Allahın quluyam. O mənə kitab verdi və məni Peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən diriləcəyim gün də mənə salam olsun. Bakirə Məryəmə ruh üfürülüb, İsa Peyğəmbərə hamilə qalıb, bir gün qucağında oğlu İsa ilə cəmaat arasına çıxdıqda onu əxlaqsızda ittiham etdilər. Və Məryəm Allahın əmri ilə insanlara həqiqəti uşaqdan soruşmağı əmr etdi. Və beləcə yenicə dünyaya gəlmiş İsa aleyhissalam dil açıb danışdı. Onun ilk danışığı dinin əsasları haqqında, heç bir şəriki olmayan Allaha tövhidlə iman etmək olmuşdur. O həmçinin Allahın övladının və yoldaşının olmadığına da şahidlik etmişdir. Uca Allah buyurur, de, özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötürü özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun. Onu tərifləyərək uca tut. Daha sonra Peyğəmbərliyi ispat etmiş və əsas ibadətləri, namazı və zəkatı qeyd etmişdir. Daha sonra əsas əxlaq normalarını, valideynlərlə xoş davranmağı, təkəbbürlü olmamağı, haqsız yerə insanlara əziyyət verən bədbəxtlərin əməllərindən əl çəkməyi xatırlatmışdır. Həmin gün insanlar üçün möcüzə olan İsa Peyğəmbər insanlara Allahın övladının olmadığını söyləsə də, sonradan bəziləri onu Allahın övladı olaraq qəbul etdilər. Bugün necə də keçmişə bənzəyir. Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm özü haqda ifrata varmamağı əmr etdisə də, bugün həm onu, həm də onun əhl-i beytini ilahlaşdıracaq qədər müqəddəs ediblər. Hətta iş o yerə çatıb ki, nəvəsi Hüseynin adına and içir, onun üçün 1400 ildən çoxdur yas saxlayır, Kəbə evini deyil, Kərbəlanı müqəddəs bilib insanları axın-axın ora dəvət edirlər. Beləliklə, Nəsranilər İsa Peyğəmbər barədə ifrata varıb, Nəsranilikdən uzaqlaşdıqlarını kimi, bugün də bir çox özünə müsəlman deyənlər Peyğəmbəri və əhl-i beytini ilahlaşdırmaqla İslamdan uzaqlaşırlar. Allah hidayət versin həmin insanlara. Beşikdə danışan ikinci uşaq isə rahib Cüreycin hadisəsində baş vermişdir. İsrail oğullarında Cüreyc adlı abid var idi və o özünə məxsus bir komada ibadət edirdi. Bir gün o namaz qılarkən anası gəlir və onu çağırır. Cüreyc anasının səsini eşidib, ey Rəbbim, anama haray verim, yoxsa namazımı qılım deyərək öz-özünə düşündü və namazına davam etdi. Anası isə onun cavab vermədiyini görüb getdi. Ertəsi gün o yana namaz qılanda anası gəldi və onu səslədi. Cüreyc anasının səsini eşidib bir daha, ey Rəbbim, görəsən anama haray verim, yoxsa namazımı qılım deyərək öz-özünə düşündü və namazına davam etdi. Anası isə onun bir daha cavab vermədiyini görüb getdi. Üçüncü gün anası bir daha Cüreycin yanına gəldi və yenə onu çağırdı. Cüreyc anasının səsini eşidib, bir daha, ey Rəbbim, anama haray verim, yoxsa namazımı qılım deyərək öz-özünə düşündü və beləliklə namazına davam etdi. Anası isə bu dəfə də onun cavab vermədiyini görüb, belə dua etdi. Allahım, o pozğun qadınların üzünü görməmiş onu öldürmə.
Bu ananın onun üçün etdiyi bir bəddua idi. İsrail oğulları Cüreycin ibadəti haqqında danışır, müzakirə edirdilər. Öz gözəlliyi ilə öyünən yüngül xasiyyətli bir qadın dedi ki, istəyirsinizsə Cüreyci yoldan çıxardım. Qadın gedib Cüreyci yoldan çıxartmağa cəhd etdi. Lakin Cüreyc ona əhəmiyyət vermədi. Qadın gedib bir nəfər çobanı yoldan çıxarıb onunla yaxınlıq etdi və ondan bir uşaq dünyaya gətirdi və cəmaata da dedi ki, bu uşaq Cüreycdəndir. Cəmaat hiddətlənərək gəlib Cüreyci komasından çölə atdılar və komasını yerlə bir etdilər. Özünü isə döydülər. Çaşbaş qalan Cüreyc nə olduğunu soruşdu. Dedilər ki, sən bu yüngül xasiyyət qadınla zina etmisən və ondan bir uşağın olub. Cüreyc isə dedi ki, uşaq hardadır? Uşağı gətirdilər və Cüreyc dedi, möhlət verin, namaz qılın. Namaz qıldıqdan sonra uşağa yaxınlaşdı və uşağın qarnını dümsükləyib dedi, ay uşaq, sənin atan kimdir? Uşaq dilə gəlib dedi ki, filankəs çoban. Uşağın danışığını görən cəmaat Cüreycin başına toplaşıb onu öpüb sığallamağa başladılar və dedilər ki, dağıtdığımız çobanı da sənin üçün qızıldan tikərik. Cüreyc isə razı olmayıb komasının yerindən palçıqdan tikilməsini istədi və komanı tikdilər. Cüreyc Allahın sevimli bəndəsi və abidi idi. Lakin o, müstəhəb namaza görə anasının çağrısına cavab vermədiyi üçün anasının bədduasına tuş gəldi. Əlbəttə, müstəhəb namazda valideyn çağırsa, müstəhəb namazdan çıxıb haray vermək lazımdır. Bu baxımdan Cüreycin anası haqlı olduğu üçün duası da qəbul oldu. Əgər Cüreyc fərz namazı qılarkən anası eyni duanı etsəydi, haqsız yerə dua etdiyi üçün duası qəbul olmazdı. Ona görə ki, fərz namaz Allahın haqqıdır və Allahın haqqı hər kəsin haqqından əvvəldir, üstündür. Əslində bu hadisə bizə bir daha öyrədir ki, valideynlər gərək övladlarına qarşı əsəbləşib bəddua etməsinlər. Valideynlərin övladlarına qarşı səbirli olmaları daha xeyirlidir. Çünki övlad üçün edilən bədduanın zərəri övladla yanaşı valideynlərə də toxunacaqdır. Cüreycin anası övladının əxlaqsız qadınların üzünü görməsi üçün bəddua etdi və duasında deyiləndən də artıq oldu. Belə ki, namusunda ittiham olundu, zinada günahkar bilindi. İnsanlar tərəfindən təhqirə məruz qalıb döyüldü, koması dağıdıldı. Əlbəttə, anası bütün bunların oğlunun başına gəlməsini istəməzdi. Lakin bədduasının əhatəsi ilə bunlar baş verdi. Bəli, Cüreycin anası səbr etsəydi, həm onun üçün, həm də oğlu üçün daha xeyirli olardı. Odur ki, əziz valideynlər, siz də övladlarınızdan hər hansı nalayiq davranış gördükdə bəddua etməkdən çəkinin. Çünki duanın qəbul olan məqamları vardır ki, o vaxtlar edilən dua geri qayıtmır. Yeri gəlmişkən, kanalımızda dua haqqında maraqlı videoçaqlar da vardır. Onları da izləyib, bəyənib, paylaşmağı unutmayın. Qayıdaq Cüreycin hadisəsinə. Başına gələn müsibətlər və sınaqlar zamanı səbr etməyin sonu xeyirlə yekunlaşır. Gənc və subay olan Cüreyc, gözəl və cazibəli qadının pis istəyinə cavab vermədi. İlk mükafatı elə də xoş olmadı. Zinada ittiham olundu, alçaldıldı, söyüldü, döyüldü, hətta evi dağıdıldı. Lakin bütün bunlara baxmayaraq, Cüreyc səbr etməkdən usanmadı. Əksinə, o Rəbbinə daha çox bağlandı. Rəbbinin doğru insanları təmizliyə çıxaracağına dair vədinə inandı. Bəlkə də səbrini anasına cavab vermədiyinin bir cəzası olaraq nümayiş etdirirdi. Cüreyc səbrinə sadiq olduqda onun üçün çıxış yolu gəldi. Belə ki, Uca Allah ona nə etməli olduğunu ilham etdi. Ondan əvvəl heç bir kəsə belə bir şey etməmişdi. Cüreyc həyatı boyu bir vaxt gələcək körpəni dimsükləyib, sənin atan kimdir sualını verəcəyini ağlına belə gətirməmişdi. Bu məhz Allahın ona ilhamı idi. Beləliklə Uca Allah Cüreyci böyük sıxıntıdan və sınaqdan qalib ayırdı. Beləcə Uca Allah bizə səbri, valideynlərə xoş davranmağı, övladlara qarşı səbr etməyi və onlara bəddua etməməyi, müsibət böyük olsa da ümidi itirməməyi və s. bu kimi faydalı bilgiləri öyrədir. Səbr edən üçün ağlasığılmaz yöndən çıxış yolu gələcəkdir. Cüreycin hadisəsi haqqında çox danışmaq olar. Lakin bu məqamda bu qədər kifayətdir. Keçək 3-cü körpəyə. Əvvəlki ümmətlərdə baş vermiş bir hadisədir. Demək, bir gün ana qucağındakı körpə uşağına süd verirdi. Bu zaman görkəmli bir kişi gözəl minik üzərindən keçirdi. Ana dua edib dedi, Allahım, mənim övladımı da bunun kimi elə. Yəni, belə varlı, karlı, yaraşıqlı olsun. Bu zaman körpə uşaq süd yeməyi dayandırıb, həmin kişiyə tərəf baxdı və dedi, Allahım, məni onun kimi etmə.
Sonra yenidən südünü yeməyə davam etdi. Daha sonra bir qadının döyüldüyünü və cəmaatın ona "Sən zinakarsan, oğrusan" dediyini eşitdi. Qadın isə "Allahım mənə yetər və o nə gözəl vəkildir" deyərək dua edirdi. Uşağın anası bu hadisəni görüb dedi: "Allahım, övladımı onun kimi etmə." Uşaq yenə süd yeməyi dayandırıb ona baxdı və dedi: "Allahım, məni də onun kimi et." Bu hadisə haqqında danışılan birinci kişi qəddar və zalım kimsə idi. Körpə də Allaha müraciət edib onun kimi olmamaq üçün dua edir. Digər qadın isə iffətli və pak olduğu halda ona böhtan atılır, şərləyirdilər. Körpə uşaq isə dua edib onun kimi pak və təmiz olmağı arzulayırdı. Bu hadisə bizə öyrədir ki, heç də hər şey üzdə göründüyü kimi deyildir. Birinci kişi gözəl geyim keçimdə ad sanlı adam, varlı tacir, yüksək məqama sahib olsa da, bu onun qəlbən pak və yaxşı insan olması demək deyil. Başqa biri isə insanlar arasında aşağı, hörmətsiz görünə bilər. Lakin Allah dərgahında məqamı yüksək olar. Mömin təqva sahibi, xeyirxah kimsə olar. Qəlbində nə kin, nə nifrət, nə yalan, nə xəyanət, nə də paxıllıq olmaz. Uca Allah da bu uşağı dilə gətirib insanlara göstərir ki, heç də hər şey sizin gördüyünüz kimi deyil. Əslində, bu gün də insanlar həqiqət gözü ilə baxsalar, buna uyğun çoxlu nümunələr görə bilərlər. Ona görə də insanlara qiymət verəndə onların zahiri görünüşünə, mal dövlətinə görə deyil, imanına, təqvasına, təmiz qəlbinə görə qiymət verəsən gərək. Bir zamanlar insanların Qaruna baxışı eyni ilə belə idi. Qarun bilirsiniz də kimdir? Öz mal mülkü ilə təkəbbürlük edib, özünü yerə göyə sığdırmayan, lakin sonda elə öyündüyü mal dövləti ilə yerə batan zavallı bir kimsə idi. Uca Allah buyurur ki, Qarun öz zinəti içində xalqının qarşısından keçdi. Dünya həyatını arzulayanlar dedilər, kaş ki Qaruna verilənin bənzəri bizə də veriləydi. Həqiqətən o böyük qismət sahibidir. Elm verilmiş kimsələr isə dedilər, vay halınıza, iman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbr edənlər nail olurlar. Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər, ah, demək Allah öz qullarından istədiyi kəs üçün ruzunu artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicət tapmayacaqlarmış. Biz o axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir. Beləliklə, Uca Allah bizə Qarunu xatırlatmaqla öyüd nəsihət verir ki, dünyada insanlara doğru qiymət verməyi öyrənək. Haqqında danışdığımız hadisələr səhih hədislərdə deyilənlərdir. Beşikdə başqa körpələrin də danışdığı haqqında rəvayətlər söylənilmişdir. Lakin onlar zəif və uydurma olduqları üçün onları qeyd etməyə lüzum görmədik. Beləliklə, dəyərli izləyicilər, əziz həmvətənlər, beşikdə danışan 3 körpə haqqında deyəcəklərimiz bu qədər. Uca Allah eşidib öyrəndiklərimizlə əməl etməyi bizə müvəffəq etsin. Bizi sona qədər izlədiyiniz üçün təşəkkür edirik. Videolarımızı bəyənib paylaşmağı da unutmayın. Allaha əmanət olun.